Hepinize selam dostlar. Bugün sizlerle birlikte pomidor yumurta pişiririk. Pomidor yumurta. 3 tane pomidor, 3 tane yumurta. 3 tane... Evet, beşincisini. Bugün qarşınızda mənlə və xaladenlik əzliyib, bəli, yumruğumla əzmişəm burası. Çünki mən dəliyəm, başdan xarabam, bəli. Videoya like atın və kanala abunə olun. Olmazsanız pəncərənizi açın. Neyse, bugün dəliyim tutub, çünki pul lazımdır və pul lazım olduğunun üçün də YouTube'a video atmalıyım. Zarafat edirəm bu arada. Yəni elə bir şey yoxdur, mən pulu görəcəkmi? Bu arada arxa it günündə ola bilər. Çünki evdə təkəm, bir həftədir evdə tək yaşayıram, mağara adamı kimi yaşayıram. Zorabım xaladenik üstündə çıxardamıram ki, 2 gündür buradadır, bax, 2 gündür. Mənim evimin mənzərəsi qardaş çox gözəldir. Allahın da olsun deyirəm. Yəni istəyirəm ki, çıxım bir dəqiqə balkondan atım özüm. Mən istərəm ki, videoya keçməmişdən əvvəl bir qurtum su içək. Neyse uşaqlar, siz like'larınızı atırsınız, yorumlarınızı yazırsınız, bizə videoya keçirik. Valla yenə deyirəm, ortam dağınıq ola bilər, ona görə üzürlüsən. Laçibe. Adam ya geldi adam. Lan tava nerede amına? Tava yok. Duva yok. Duba yok. Bir yarrağım yok. Aa, tava buradaymış. Ben tavamızı geçecek de yiyoruz. What's up uşaqlar? What's up everybody guys? Welcome to doğrama taxtası ben. Bunda indi biz üstündə nə edəcəyik sizcə? Doğrama taxtası üstündə nə edirlər uşaqlar? Like atın da. Doğrama taxtamızı koyduk. Burada. Uşaqlar, indi gördüyümüz kimi doğrama taxtası çəkir qəbir. Neyse uşaqlar, götüme bakmayın. Bir de pomidorumuz var burada. Pomidorumuzu yemeliyik. Pomidor. Ay yine baxırsa, bax, pomidorlarımızı sərgəli bir şəkildə, ayda mənim niyə sifətimi görsəm də. Pomidorlarımızı sərgəli bir şəkildə bunu həmişə eləmək istəmişəm, nə olur bax. İnanamıyorum. Yani böyle pomidor doğrayabilen varsa yani gelsin yani tak elinde kardeş yani. Neyse sıçtım batırdım. Uşaqlar, bu videoya 5000 like gəlsə, gələn dəfə Cezeni Burak'dan düşbərə pişirik. Uşaqlar, indi yağımızı tökürük. Öyle çok töktüm. Ve yağımızın altını biraz açırıq. Yağımız qızana kimi bir dənə söhbət edəyək. Eynirsiniz, nə var? Neyse, yağ qızdı. Şöyle tökür artıq qızdı. Ha? Uşaqlar, bilirəm az video atıram. Deyirsən ki, Allah bəlanı versin sən. Niyə az video atırsan? Uşaqlar, videonu editləmək dünyanın ən çətin şey ola bilər qardaş. Başqa youtuberlar başqa iş gücü yoxdur. Ona görə qardaş mənim hazırlığım var. Ben işe gedirəm. Ben ne bilim Allah, evin bazarlığım evi. Tam dostlarla çıxıram gəzintiyə da. Dediğim oldu ki, yani bu kadar işin içində mən video çəkib plus editləməyə vaxtım olmur. Xiyar molası. Asıldıq bu arada, ona görə pomidorlarımız yetərincə pişdi məndə. Sonra pomidorlarımızı belə əzişdiririk, belə üstdən basdırırıq. Dəfə oldu gördüyünüz kimi. Tam tamat kimi oldu. Ne var? Yumurtalarımızı atdıq və xodun veririk təzədən. Çünki yumurtalar bişməlidir. Və başlayırıq pomidorumuzla qarışdırmağa. Uşaqlar, gələn dəfə hansı yeməyi bişirməyimi istəyirsinizsə, komentlər bölməsinə yaza bilər. Uşaqlar, çox bişirmirsiniz. Baxın, gördüyünüz kimi. Yəni, olaylar da başa düşdür. Uşaqlar, pomidor yumurtamız belə alındı, bəli. Neyse uşaqlar, videomuz bu qədər idi. Ümid edirəm ki, bəyəndiniz videomu və böyle izlədiniz. Gördünüz, nəsə keçiş elədim.
Neyse uşaqlar, sağ olun, salamat qalın. Görüşənədək. Sağ olun.